Quranın təhrif edilmədiyini deyənlərə səslənirəm. İndi biz Quranın ləfsi təhrifindən danışan 1200 hədislə nə edək? Bizim başqa bir dini mövzuda eyni şeydən danışan 1200-dən çox hədisimiz yoxdur. Hətta Qədirxum məsələsi haqqında belə bu qədər hədis yoxdur. Vəziyyət bu cür olduğu halda Quranın təhrif edilməsi məsələsinə inanmaqda sizə nə mane ola bilər ki? Niyə biz keçmiş alimlərimizdən olan Əllamə Şeyx Mühəddis Nurinin yolunu gedib Quranın təhrif edildiyinə inanmayaq? Bir halda ki, Quranın ləfsi təhrifə məruz qaldığını sübut edən hədislərin içindən 200 mötəbər hədis var. 200 mötəbər səhih hədis. 1, 2 və yaxud 10 yox. Ən azı 200 səhih hədis. Gedim Şeyx Hadi Mərifənin Əhmətullah əleyhin Quranın təhrifi kitabını açıb oxuyun. Şeyx özü orada deyir ki, 200 səhih sənədli hədis var ki, Quranın ləfsi təhrifini təsdiq edir. Belə halda biz susub qəbul etməkdən başqa heç nə edə bilmərik. İndi kim çıxıb nə deyə bilər? İnsan bir gün Qədirxumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını deyişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları tərif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? Diqqətli olun. 120 min insan bir gün Qədirxumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Esselamu Aleyküm ve Rahmetullah. Gördüğünüz gibi bu insan iddia edir ki, yani Allah Subhanahu Teala Kur'an-ı Kerim'de böyle bir ayet indirmiştir. Allah Resulü'nden sonra halife İmam Əlidir. Yani buna ayet deyir. Bir de kulak asın. Ben bu filmi tam olarak koyacağım inşallah. Hələn burada 2 dənə mövzu var. Yəni ikisi də eyni bir mövzu ilə bağlıdır. Qulaq asırıq. 120 min insan bir gün Qədirxumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün. Bu ayəsini eşitdilər. Hansı ayə? Məgər Quran-ı Kərimdə belə bir ayət varmı ki, Allah Subhanahu taala desin ki, Qədirxumda bəs İmam Əli Allah'ın xəlifəsidir. Davamına qulaq asırıq. Yəni belə bir ayət yoxdur. Elə deyilmi? Yoxsa varsa buyur göstərin. Yoxdur. O təfsirlərimizə ehtiyac yoxdur. Hədislərimizə ehtiyac yoxdur. Söhbət ayədən getmir. Belə bir ayət var deyir. Belə bir ayət yoxdur. İndi isə gəlirik mövzuya. Belə bir ayət olub və onu təhrif ediblər. Yəni subhanallah. Beyyət elədilər. Peyğəmbər dünyasını deyişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları tərif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? Niyə eləməsinlər ki? Allah vəd eləyib axı. Eləyə bilərlər. 120 var. Quranı silməzdilər, ayənin adları tərif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? Vallahi bir dənə xristiyandan soruşsaz ki, İncil təhrif olunub, deyəcəklər yox. Vallahi bir dənə siz soruşsaz ki, Yahudidən ki, Tövrat təhrif olunub, deyəcəklər yox. Ey sənmiş yerlər. Yəni siz təhrif olan bir dindəsinizmi? Təhrif olan bir kitabla necə cənnətə gedə bilərsiniz? Təhrif olanla bir dində necə Allaha ulaşa bilərsiniz? Ey sənmiş yerlər, mən sizi hamınızı yəni o dində qalmaq vallahi küfürdür. Bunu yəni biz sizə neçə il bundan qabaq alimlərimizin, yəni müasir və keçmiş alimlərimizin kitabdan dəlillərini gətirirdik. Deyirdik ki, sizin alimlərimiz deyir ki, Quran-ı Kərim təhrif olunub. Siz deyirdiniz ki, belə bir şey yoxdur, yalandır və s. Gördünüz? Hacı Ramin deyir. Hətta Şeyx Cavid də bu barədə bir söz deyib, təhrif olunub, yerləri dəyişib, o başqa şey deyir. Deyir, Quran-ı Kərimdəki olan ayələr iç-içədir, qaçışdırıblar. Sahabələr qaçışdırıblar. Azdırmaqdan ötürü qaçışdırıblar. Səhifəmə girib baxa bilərsiniz.
Bu filmə baxın. Esselamu aleykum və rəhmətullah. Rəylərdə yazın. Bu dindən, bu şiəlik dini ilə, inancı ilə Allaha ulaşmaq olar, yoxsa yox? Bəli, bəzilərimiz var. Maşallah, afərin. Quran-ı Kərim təhrif olunmuyor. Elhamdülillah, Rabbil Alemin. Bu gözəl. Amma yəni bu kimi insanların arxasında durub namaz qılmaq olmaz. Bu kimi insanlara like vermək olmaz. Bu kimi insanların səhifəsində oturmaq olmaz. Boykot edin. Bəs nə oldu sizə Quran və Əhl-i-Beyt əmanət qoyuruq? Elə əmanətə ilk xəyanət elə bunlar çıxdı. 120 min insan bir gün Qədir Qumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını dəyişən kimi gəlib Əhl-i-Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları təhrif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? 120 min insan bir gün Qədir Qumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını dəyişən kimi gəlib Əhl-i-Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları təhrif eləməzdilər deyirsiniz. Niyə eləməzdilər? Esselamu aleykum və rəhmətullah. Bugünkü mövzumuzun adı Şeyx Cavid Quran-ı Kərimin təhrif olduğunu etiraf edir. Sadəcə bilənlər sizə təqdim etdiyim mövzunu axıra kimi izləsinlər və indi səs qoyacam hansı mövzu, hansı yerdə olduğunu sizə deyəcəm. Siz başa düşün. Açıq-aşkar olaraq deyil, amma onu dinləyənlər hələn mövzunu başa düşməmişdi. Amma bunun bütövlüklə filmini təqdim edəcəm. Məndən sonra baxın inşallah. Hələlik buradan qoyuram səsini. Hansı yerindədir? Salıblar yeyib içməyin ortasında. Ama belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Allah'tan kəlmələr necə nazil olubsa, bir hərf belə əskiydir. Bir hərf belə Qurana artırılmayıb. Nə əskiydir, nə də artırılmayıb. Amma nə olub? Deməli, burada deyir ki, Allah'tan gələn Quran-ı Kərim hərflər əksik deyil. Sadəcə və sadəcə əlimizdəki olan, baxın, burada belə bir şey var. Əlimizdəki olan Quran-ı Kərim təhrif olunub, amma Allah Rəsuluna gələn Quran-ı Kərim təhrif olunmayıb. O olduğu kimidir. Sadəcə ondan sonra, yəni Allah Rəsulü dünyasını dəyişəndən sonra onu təhrif etdilər. Bu sözü də açıq-aşkar olaraq demir. Amma yenə deyirəm, tam olaraq indi verirəm. Və məndən sonra da qulaq asın. Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olur. Mədinə ayəsində bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlərdən də biri Əhzab surəsi 33-cü ayədir. Bu müqəddimədən sonra narahat mövzular çoxdur bu məsələdə. Hamısı araşdırma istəyir. Fəqət deməli, yenə deyirəm, dediyim kimi təkrardır. İndi bu filmi məndən sonra baxın, qulaq asın. Əhzab surəsinin 29-dan 33-ə kimi ayəsində axı biz bildiyiniz kimi də Peyğəmbərin xanımları Əhl-i-Beytdəndir. Bu ayətə nişan edir ki, yəni bu ayə olduğu kimi deyil də. İndiki əlimizdəki olan Quran-ı Kərim dəyişilib. Mədinə ayələri, Məkkə ayələri qaçışıb. Burada bu, yəni biz bilirik ki, saray mollasıdır. Bu söz bizim sözümüz deyil. Bu söz bəzi şiələrin özlərinin sözüdür. Bu adam bu etiqaddadır ki, əlimizdəki Quran-ı Kərim təhrif olunub. İndi ola bilsin, içindəsə telefon var, zəng açar, onu bilmirəm, soruşar, amma zəng eləyin, soruşun və paylaşın və denə açıq-aşkar olaraq denə.
Nə demək istəyirsən bununla? Amma belə Allaha həmd və şükürlər olsun ki, bilənlər üçün möhkəm bir dəlildir ki, Şeyx Cavid öz fikri deyil ha bunu, öz fikri deyil. Bu Şia alimlərinin fikirləridir ki, Quran-ı Kerim olduğu kimi Allah'tan Peyğəmbərə gəlmişdi. Amma sonra Əbu Bəkir, Ömər, Osman, əstəğfirullah, güya Quran-ı Kerimdə olan yer dəyişmələr etmişdi. Gizlətmişdilər. Zəng edin Şeyx Cavidə və soruşun. Bu elə mənim adımdan da elə ona deyin ki, elçin sizin Quran-ı Kerimin təhrif olduğunu dediğinizi bir film hazırlayıb. Allahu Ekber. Açıq aşkardır da. Özündən demir. Şeyx Cavid bunu özündən demir. Bu əqidənin təməli öz hədis alimləri var. Öz hədis kitapları var. Alimlər var ki, Quran-ı Kerimin təhrif olduğunu deyirdi. Biz neçə illərdir sizə deyirik ki, Şia kitaplarında Quran-ı Kerimin təhrif olduğuna aid olacaq hədislər var. Alim fikri yox. Hədislərimiz var ki, Quran-ı Kerim təhrif olunub. Allah'a həmd və şükürlər olsun ki, öz içimizdən birisi çıxdı və bunu etiraf etdi. Film izləyin. Maide suresi 3. ayet. Haram olan heyvanlar hakkında danışır. Deməli, Quran ayələrinə baxanda ayə kimi görürsən ki, cümlə hökmündə deyil. Cümlə nədir? Bitmiş bir fikri bildirən söz birləşmələri. Bu cümlə, tamam? Bitmiş fikir. Fikir cümlədən olmalıdır. Bitməlidir. İndi ayəyə oxuyuram, görə fikir bitəcək ya yox. Hurrimət əleykum. Allah haram buyurur möminlərə, iman gətirənlərə, məytə, dəm, ləhmil xenzir, ma uhillə li qeyrillah, sonra munxaniqə, mevqudə, mütərəddiyə, natihə və ma əkələ əs-səbu'u. Sayır heyvanları, bu heyvanlar nədir? Sizə haramdır. Həm haramdır, həm də fisk. Fisk fasiqliyə gətirib çıxaran bir işdir. Ayə bitmir, davam edir. Əl-yom yəisəllədinə kəfəru min dinikum. Kafirlər sizin dininizdən bu günləri, bugün, məxsus gündür. Məxsus gün. Həmən günü nədir? Kafirlər sizin dininizdən məyus olur. Deməli, bu haramdır, bu haramdır, bu haramdır, bu haramdır. Bu günləri kafirlər sizin dininizdən məyusdur. Onlardan qorxmayın, mən Allahdan qorxun. Bu günləri, həmən gün ki kafirlər məyus oldu, əkməltu ləkum dinəkum və ətməmtu axıra qədər. Dinimi kamilləşdirdim, niməti neynədim? Tamamladım. Və radaytu ləkumul İslamə dinən. Və İslamı din olaraq sizin üçün neynədim? Allah deyir, razı qaldım. Mənim dinimin adı İslamdır. Fəmən ittara. Deməli, kim məcbur qalarsa, o haram dediyim heyvanları həddi aşmamaq miqdarında yeyə bilər. İndi təzədən ayəni qısa şəkildə. Məsələn, 1, 2, 3, 4, 5 bunları yemək haramdır. Bu günləri kafirlər məyusdur. Bu günləri dinimiz kamildir, nemət tamamdır. Məndən qorxun, onlardan qorxmayın. Əgər məcbur qalsaz yeməyə, o donuz ətidir, odur, budur, onları yeyə bilərsiniz, məcbur qalsaz. Yəni, olmazmı ki, həmən bu sonluq ki, yoxda, aya bitdi. Həmən bu sonluğu gətirək qoyaq bura. Deməli, bu heyvan haramdır. Əgər məcbur qalsaz, neyin?
yeyə bilərsiniz. Fikir bitdi. Sonra təzə fikirlər nədir? Ardıcan. Yəni ayənin sonu və ayənin əvvəli bir məzmundadır, bir fikirdədir. Amma ortası nə ayənin əvvəlinə adiyyəti var, nə də sonuna. Deməli, boğulmuş heyvan və yaxud yırtıcının parçaladığı heyvanın kafir niyə məyus olmalıdır bunlara görə? Əksinə, kafirə ləzzət eləyir. Sən yemə vermə yiyəcəm. Nə Bismillah tanıyır, nə Allah tanıyır. Əksinə, o məyus nə olur? O sevinir. Deməli, o gün bu heyvanların haram olan günü deyil. Amma Allah yazmır hansı gündə. Bizim əqidəmizdə Qədirxum günüdür. Qədirxum günündə Allah Teala nimətin tamamlayır, dinin kamilləşdirir. Neynə? Həzrət Əli əleyhissalamın orada vəli təyin olunması ilə mənası nə olur olsun. Sənin üçün olsun dost, mənim üçün olsun imam xəlifə. Yəni o hadisə dinin kamalı və nimətin tamamıdır. Nə mənada olursa olsun. Mən möminlərə tövsiyə edirəm. Mübahisə eləmə vəlinin mənasında. Dinə qardaş, sən deyəndir. Həmən bu vəli nə mənada olursa olsun din kamilləşir və nimət tamamlanır. Və Allah dindən razı qalır o sonluqla. Nə mənada olur olsun. Belə bilmirəm mənası. Sən deyən olsun. Bu ayəndə gətirib salıblar yiyib içməyin ortasına. O belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Allahdan kəlmələr necə nazil olubsa, bir hərf belə əskik deyir. Bir hərf belə Qurana artırılmayıb. Nə əskik deyir, nə də artırılmayıb. Amma nə olub? Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olub. Mədinə ayəsinin bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlərdən də biri Əhzab surəsi 33-cü ayədir. Bu müqəddimədən sonra narahat mövzular çoxdur bu məsələdə. Hamısı araşdırma istəyir. Fəqət salıblar yiyib içməyin ortasına. O belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Allahdan kəlmələr necə nazil olubsa, bir hərf belə əskik deyir. Bir hərf belə Qurana artırılmayıb. Nə əskik deyir, nə də artırılmayıb. Amma nə olub? Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olub. Mədinə ayəsinin bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlərdən də biri Əhzab surəsi 33-cü ayədir. Bu müqəddimədən sonra narahat mövzular çoxdur bu məsələdə. Hamısı araşdırma istəyir. Fəqət salıblar yiyib içməyin ortasına. O belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olub. Mədinə ayəsinin bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlər Saray mollaları, düzgün yoldasız. Biz sizdən razıyıq.